bürcü 16 noyabr 2025-ci il. Bugün çətin iş məsələlərinin həlli üçün ən uğurlu vaxt deyil. Ümumiyyətlə, peşəkar sahədə müəyyən çətinliklər mümkündür. Hətta bir layihəyə tam diqqətinizi yönəltsəniz belə, bu arzu olunan nəticəyə çatmaq üçün kifayət etməyə bilər. Bir çox qoçlara bir qədər fasilə vermək və ilham gəlməsini gözləmək faydalı olacaq. Bundan sonra işlər daha asan və səmərəli şəkildə irəliləyəcək. Yeni ideyalar yarana bilər. Onlar sizə həm gəlir artımı, həm də müəyyən nüfuz və tanınma gətirə bilər. Beləliklə bu ideyaları həyata keçirməyə tələsməyin, amma onları təcrübəsinə güvəndiyiniz insanlarla müzakirə etmək olar. Pul məsələlərində də ehtiyatlı olun. Çünki nəyisə nəzərdən qaçırmaq, nəticədə planlaşdırdığınızdan artıq xərcləməyə riski var. Lakin ciddi maliyyə təhlükəsi yoxdur. Siz kiçik alış-verişlər edə bilərsiniz. Boğa bürcü 16 noyabr 2025-ci il. Bugün sizi təəccübləndirəcək dərəcədə asanlıqla əvvəl çox vaxtınızı alan və çətin görünən işlərin öhdəsindən gələcəksiniz. Ulduzlar sizin tərəfinizdədir. Xüsusən də iş sferasında bu aydın hiss olunacaq. İş yerində təşəbbüskarlıq göstərmək çox faydalı olacaq. Bu mütləq nəticə verəcək. Bugün rəhbərliklə və həmkarlarla ideyalarınızı müzakirə etmək üçün uyğundur. Öz biznesi olan və ya rəhbər vəzifədə çalışan boğalar üçün komandanın yenilənməsi haqqında düşünmək faydalı olacaq. Ola bilər ki, uzun müddətdir çatışmayan məhz o insanları tapsınlar. Maliyyə vəziyyəti əlverişlidir. Əlavə gəlir mənbəyi tapmaq mümkündür. Qazanclar səmanın bəxşişi olmayacaq. Lakin gördüyünüz hər bir iş səxavətlə qiymətləndiriləcək. Əgər sevdiklərinizlə kiçik bir səyahət və ya birgə ekskursiya planlaşdırırsınızsa, bugün bunun üçün əla fürsətdir. Bu həm ruhi yüzəliyi, həm də münasibətlərdə yaxınlıq gətirəcək. Əkizlər bürcü 16 noyabr 2025-ci il. Bu sakit amma xoş günlərdən biridir. Siz diqqətinizi işlərə tam yönəldə, əlavə çətinliklərdən uzaq qala biləcəksiniz. Xüsusilə səhər saatları məhsuldar keçəcək. Bu vaxt köhnə tapşırıqları sənədlərlə və ya maliyyə məsələləri ilə məşğul olmaq üçün uyğundur. Gənc əkizlər isə öz nəzərə çarpan problemləri ilə üzləşə bilərlər. Onlara dəqiq fəaliyyət planı tərtib edib ona əməl etmək məsləhətdir ki, vacib işləri təxirə salmasınlar. Maliyyə məsələlərində səbir tələb olunur. Büdcəni dərhal artırmaq çətin olsa da gələcək uğurlar üçün möhkəm təməl yarada biləcəksiniz. Gəlir hələlik böyük olmayacaq, lakin lazımsız xərclərdən də uzaq qalacaqsınız. Sevdiklərinizə diqqət və qayğı göstərməyiniz onlar üçün çox dəyərli olacaq. Xərçəng bürcü 16 noyabr 2025-ci il. Günün əvvəlində işə fokuslanmaq ən doğru qərar olacaq. Bu vaxt peşəkar məsələləri həll etmək, iş əlaqələrini gücləndirmək üçün çox münasibdir. Bizneslə məşğul olan xərçənglər üçün xüsusilə uğurlu gündür. Siz uzaq görən davranacaq, sərfəli müqavilələr imzalaya, gəlirli əməkdaşlıqlara başlaya biləcəksiniz. İş görüşləri və potensial işə götürənlərlə ünsiyyət üçün də əlverişli vaxtdır. İşgüzar ünsiyyət yeni romantik münasibətlərin başlanğıcına çevrilə bilər. Yeni tanışlıqlar duyğularınızı qarışdırmayacaq. Siz soyuqqanlı qalacaq və səhvlərdən uzaq olacaqsınız. Günün sonunda yorğunluq hiss edə bilərsiniz. Buna görə də axşamı sakit istirahətə həsr etmək ən yaxşı seçim olacaq. Şir bürcü 16 noyabr 2025-ci il. Bugün karyera artımı peşəkar mövqelərin möhkəmləndirilməsi üçün çox münasibdir. Hətta xüsusi səy göstərməsəniz belə, hadisələr sizi uğurlu qərarlar verməyə yönəldəcək. Əsas odur ki, fürsəti qaçırmayasınız, cəsarətli davranasınız. Gözlənilməz təkliflərə açıq olun. Bəziləri ilk başda şübhəli görünsə də sonradan çox faydalı ola bilər. Maliyyə baxımından müsbət dəyişikliklər mümkündür. Bonus, mükafat və ya borcun qaytarılması kimi öz biznesinə başlamağı düşünən şirlər üçün bugün lazımi maliyyə imkanlarının yaranma ehtimalı yüksəkdir. Amma impulsiv alış-verişlərdən çəkinin. Bugün pul xərcləmək üçün deyil, planlaşdırmaq üçündür. Qız bürcü 16 noyabr 2025-ci il. Əgər bütün işlərin öhdəsindən tək başına gəlməyə çalışmasanız, bugün çox uğurlu keçəcək. Köhnə peşəkar əlaqələri bərpa etmək, yeni tanışlıqlar qurmaq, əməkdaşlığı gücləndirmək üçün münasib zamandır. İlk addımı siz atın. Təşəbbüskarlığınız yüksək qiymətləndiriləcək. Köhnə fikir ayrılıqları isə tezliklə unudulacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Bugün siz bir qədər səxavətli davranmağa meyilli ola bilərsiniz. Bu isə artıq xərclərə gətirib çıxara bilər. Alış-veriş yalnız doğrudan da lazım olan şeylər üçün edilməlidir. Başqaları üzərində təəssürat yaratmaq üçün pul xərcləmək isə qətiyyən dəyərli deyil. Tərəzi bürcü 16 noyabr 2025-ci il. Bu mürəkkəb gündür, xüsusilə ciddi qərarlar verməli olanlar üçün maksimum diqqət və ehtiyat tələb olunur. Çünki tələsik addımlar xoşagəlməz nəticələr doğura bilər. Əgər əməkdaşlıq və ya investisiya təklifi alırsınızsa, tərəfdaşların etibarlığına əmin olun. Şübhəli layihələrə pul qoymaqdan uzaq durun. Nə qədər cazibədar görünsələr də, daha sadə tapşırıqlarla məşğul olan tərəzilərin günü asan keçəcək. Onların həm işdə, həm də şəxsi həyatda vaxtı daha səmərəli olacaq. Axşam yaxınlarınızla açıq söhbət mümkündür. Bu münasibətləri daha da gücləndirəcək.
Əqrəb bürcü 16 noyabr 2025-ci il. Bugün xırda amma uzun müddətli diqqət tələb edən işləri həll etmək üçün çox münasibdir. Daha ciddi layihələrə başlamazdan əvvəl bunları tamamlamaq yaxşı olar. Çünki əks halda diqqət dağılacaq. Səhər saatlarında tək işləmək daha səmərəlidir. Günün ikinci yarısında isə yardımcı tapmaq asan olacaq. Bir çox əqrəblər uzun müddətli planlarını yenidən nəzərdən keçirəcəklər. Bu, tələskənlik üçün vaxt deyil, amma istiqaməti dəyişmək üçün ilk addımları ata bilərsiniz. Böyük alış-verişləri ertələmək, qənaət etmək və ya sabit investisiyalarla maraqlanmaq üçün əlverişli gündür. Ox adam bürcü 16 noyabr 2025-ci il. Bugün çox şeyə nail ola bilərsiniz, amma sürətli düşünmək, qərar vermək vacib olacaq. Siz vəziyyəti dərhal qiymətləndirib düzgün addımlar ata biləcəksiniz. İş görüşləri və danışıqlar çox məhsuldar keçəcək. Öz maraqlarınızı qoruyacaq, sərfəli şərtlər təklif edəcəksiniz. Rəhbərlik ilə maaş və karyera artımı barədə danışmaq üçün də münasib gündür. Arzularınızı diqqətlə dinləyəcək və ciddi qəbul edəcəklər. Qeyri-planlı, amma xoş maliyyə gəlirləri mümkündür. Oğlaq bürcü 16 noyabr 2025-ci il. Bütün işlər plan üzrə getməsə də siz bütün günü həm faydalı, həm də xoş keçirməyi bacaracaqsınız. İş yerində xırda anlaşılmazlıqları və tənqidləri ürəyinizə salmayın. Yaxın zamanda hər kəs sizin haqlı olduğunuzu anlayacaq. Bugün ən düzgün yol sakit qalmaq və təmkinli düşünməkdir. Dostlar və yaxınlar bugün əsas dəstəyiniz olacaq. Onlarla birlikdə vaxt keçirmək, ortaq maraqlar tapmaq, yeni bir hobbiyə başlamaq münasib əhval yaradacaq. Əgər alış-veriş edirsinizsə, yalnız faydalı şeylər alın. Ailə üçün olan əşyalar xüsusilə uğurlu seçim olacaq. Dolça bürcü 16 noyabr 2025-ci il. Bugün sizi yeni imkanlar və xoş hadisələr gözləyir. İş tapşırıqları daha maraqlı görünəcək. Əlavə vəzifələri daha asanlıqla yerinə yetirəcəksiniz. Rəhbərlik və həmkarlar səylərinizi yüksək qiymətləndirəcək. Pozitiv münasibət isə faydalı tanışlıqlar qurmağa imkan verəcək. Bugün başlayan əməkdaşlıqlar gələcəkdə dostluğa çevrilə bilər. Romantik münasibətlər üçün də əlverişli gündür. Sevdiyiniz insanla maraqlı görüş və ya birgə səyahət planlaşdırın. Bu sizi daha da yaxınlaşdıracaq. Maliyyə baxımından da gün uğurlu olacaq. Sərfəli razılaşmalar mümkündür. Balıqlar bürcü 16 noyabr 2025-ci il. Bugün özünüzü göstərmək, nailiyyətləriniz haqqında danışmaq və diqqət qazanmaq üçün əla gündür. Yeni müttəfiqlər sizi dəstəkləməyə hazır olan insanlar tapa bilərsiniz. Amma məsuliyyətli davranmaq çox vacibdir. Laqeydlik və ciddiyyətsizlik nüfuzunuza zərər verə bilər. İşlə bağlı gözlənilməz təklif mümkündür. Çox maraqlı görünsə də razılaşmazdan əvvəl bütün məlumatları toplayın. Maliyyə vəziyyəti yaxşılaşa bilər, amma ulduzlar pulunuzu dərhal xərcləməməyi tövsiyə edir. Sevdiklərinizlə münasibətlərdə səbirli və nəzakətli olun. Bu, harmoniyanı qoruyacaq.